Salam hörmətli müəllimlər və əziz şagirdlər. Bizim bugünkü mövzumuz Azərbaycan eradan əvvəl 7-4-cü illərdə mövzusudur. Biz bu mövzuda türk tayfaları sayılan Kimmer İskitləri, daha sonra isə Midiya və Həmənin dövlətini müzakirə edəcəyik. İlk olaraq başlayırıq türk tayfalarından. Bilirik ki, türk tayfaları keçərək hərəkət sürürdülər. Onların ana vətəni Mərkəzi Asiyada olan Altay dağlarıdır və müxtəlif dövrlərdə, müxtəlif səbəblərdən onlar müəyyən ərazilərə köç etmiş və həmin ərazilərdə məskunlaşmışdır. İndi isə biz Kimmer tayfaları haqqında məlumat verək. Kimmer tayfaları xəritədən də göründüyü kimi Qaradənizin şimal sahilləri boyunca ərazilərdə yaşayırdılar. Eyni zamanda onlar Şimali Qafqaz dağlarına qədər olan ərazilərdə yayılmışdılar və onların eradan əvvəl 8-ci yüzilin əvvəllərində güclü hərbi siyasi birlikləri var idi. Herodotun məlumatlarına əsasən İskitlərin təzyiqi nəticəsində eradan 7-ci əsrin əvvəllərində Kimmerlər Cənubi Qafqaz və Araz istiqamətində yürüş etdilər. Yəni bura Kiçik Asiyadır, bura isə artıq Manna dövləti arasına gedən istiqamətdir. Yəni Kimmerlər köç edən zaman, yəni yürüş edən zaman iki hissəyə bölündülər. Bir hissəsi Kiçik Asiyaya, bir hissəsi isə Manna ərazisinə doğru hərəkət etdi və onlar Manna ərazisində məskunlaşdılar. Və bundan sonra onlar Aşurlara qarşı Manna dövlətinin tərkibatında mübarizə aparmışdır. Qeyd edim ki, Kimmer tayfa birliyinin başçısı Tuqdamlı idi. İndi isə İskit şahlığını müzakirə edək. Demək, İskit şahlığı eradan əvvəl 7-ci yüzilliyin birinci yarısında yaranmış, eradan əvvəl 590-cı ildə isə süqut etmişdir. İlk olaraq qeyd edək ki, İskitlər Kimmerlərin ardınca Qafqazın cənubuna doğru hərəkət etdilər və onlar eradan əvvəl 7-ci yüzilliyin birinci yarısında Dərbənd keçidindən keçib Muğana və Urmiya ətrafı bölgələrə köç etdilər. Yəni Dərbənd keçidindən keçərək Muğana və Urmiya gölə ətrafı ərazilərə köç etdilər. Muğan bu hissədə və Urmiya ətrafı ərazilər isə bu hissədə bir xəritədə yəni göstərdik. Sonra, yəni Kür və Araz çayları arasında məskunlaşdıqdan sonra İskitlər yerli Alban, Kaspia və Ota tayfalarını öz ətrafında birləşdirdilər və onlar Kür və Araz çayları arasındakı ərazidə eradan 7-ci yüzilliyin birinci yarısında İskit, yəni İşquz, İçoğuz şahlığı yaratdılar. Mannanın şimalına qədər uzanır, yəni Araz çayına qədər uzanan ərazidə, yəni Kür və Araz çayı arasındakı ərazidə yaratmışdılar. Aşur tarixi mənbələrində İskitlərin Arazdan cənuba doğru hərəkət edərək Manna ərazisində məskunlaşması haqqında məlumatlar qeyd edilmişdir. Həmin məlumatlarda deyilirdi ki, Mannalılar İskitləri xoş qarşılamış və onlarla dostluq əlaqələri qurmuşdur. Həmin dövrdə Manna hökmdarı Ahşeri, İskit hökmdarı isə İşbakar olmuşdur. Qeyd edim ki, İskitlər döyüş üsulları ilə fərqlənirdilər və onlar döyüş arabalarına üstünlük verir, əsgərləri yüngül zirehlərə bürünür və düşməni isə ox yağışına tuturdular. Həmin dövrdə qədim şərqin dövlətləri, Aşur olsun və yaxud da digər dövlətlər daha çox piyada orduya üstünlük verirdilər. Bunun nəticəsində də elə ilk döyüşlərdə Aşur ordusu məğlub oldu. Aşurun məğlub olması Aşurun tabeliyində olan dövlətlərdə bir ümid yaratdı. Bu dövlətlərdən biri də Manna idi. Eyni zamanda Aşur ağalığı Midiya üzərində də var idi. Və Manna İskitlərlə müttəfiqlik münasibətləri qurduqdan sonra Aşurlar ittifaqı pozmuş, hətta Aşur torpaqlarına hücum etmişdir. Midiyada isə eradan əvvəl 673-cü ildə Kaştaritinin başçılığı ilə üsyan baş verdi. Bu üsyana həm Manna hökmdarı Ahşeri, həm də İskit hökmdarı İşbakay və eyni zamanda Manna ərazisində məskunlaşan Kimmerlər də kömək göstərmişdir. İskitlərin Aşur torpaqlarına hücum etməsini sübut edən amil isə onların paytaxtı sayılan Nineva qala divarlarındakı İskit oxucuqlarının tapılması idi. Qeyd edim ki, İşbakay öldükdən sonra Aşur hökmdarı Aşurbanipal İskitlərin birtərəfliyinə nail oldu. Hətta onlar Manna ilə İskitlər arasında olan müttəfiqlik münasibətlərini pozdu və İskitlərin bir hissəsini öz tərəfinə keçməsinə nail oldu. Bundan sonra İskitlərlə Asurlar arasında müttəfiqlik münasibətləri quruldu. Hətta İskit dövləti daha da güclənərək əvvəl müttəfiqi olduğu Midiyalıları özünə tabe etdi. Eyni zamanda
təzyiq göstərdikləri Kimmerləri də özünə tabe etmişdir. Midiya dövləti üzərində ağalığı Eldənli 650-625-ci illəri əhatə edir. Lakin İskit dövləti zəiflədi və zəiflədikdən sonra Eldənlə 590-cı ildə Midiya ilə rəqabətə tab gətirə bilməyərək süqut etdi. İskitlərin sonrakı yüzilliklərdə Saq, Sakasen və sair adlarla Azərbaycanda yaşadığı qeyd edilmişdir. Ona görə də Azərbaycanda Sakasena, Balasakan, Şəki-Zaqatala və digər toponimlər, yəni yer adları yaranmışdır. Sakların əsas hissəsini massagetlər təşkil edirdi. Onlar Dərbənd keçidindən Azərbaycan ərazilərinə daxil olaraq burada məskunlaşmışdılar. Bu tayfalar yerli tayfalarla qalib qarışaraq Azərbaycan türk xalqının təşəkkülündə mühüm rol oynadılar. Qeyd edim ki, İskit və Kimmer tayfaları öz döyüş üsullarından fərqlənirdi. Biz bundan əvvəlki hissədə bunu qeyd etdik. Lakin onlar həm döyüş arabalarından, həm də ki, ilk dəfə olaraq süvari dəstələrdən istifadə etmişdilər. Və bunun nəticəsində də onlar öz düşmənləri üzərində qələbə qazanırdılar. İndi isə Midiya dövlətini müzakirə edək. Midiya dövləti göründüyü kimi eradan əvvəl 672-ci ildə yaranmış və eradan əvvəl 580-ci ildə süqut etmişdir. Xəritədən göründüyü kimi Midiya dövləti böyük bir ərazini əhatə etmişdir və Kürdən şimaldakı Azərbaycan torpaqlarını tabe etməmişdir. Kür ilə Araz arasındakı əraziləri, yəni İskit şahlığını və Arazdan cənubda Urmiya göl ətrafı əraziləri özünün asılı vəziyyətə salmışdır. Midiya tayfaları Mannadan cənub-şərqdə İran yaylasının mərkəzində yaşayırdı. Xəritədə qeyd edildiyi kimi Mannanın cənub-şərqində, yəni İran yaylasının mərkəzində yaşayırdı. Onlar tarixdə Matay, Maday, Amaday və sair adlarla tanınmışdır. Və onlar haqqında ilk məlumat eradan 9-cu yüzillikdə Aşur mənbələrində verilmişdir. Eradan 9-cu və 8-ci əsrlərdə Midiya ərazisində kiçik vilayətlər yaranmış və həmin vilayətlər tezliklə Aşurlardan asılı vəziyyətə düşmüşdür. İndi isə Midiya dövlətinin yaranmasına nəzər yetirək. Midiya dövlətinin əsasını Kaştariti qoymuşdur və Kaştariti eradan 672 və 653-cü illərdə hakimiyyətdə olmuşdur. Eradan 673-cü ildə Kaştariti Aşur ağalığına qarşı xalq hərəkatına rəhbərlik etdi. Həmin dövrdə Kaştaritinin müttəfiqi İskit hökmdarı İşbakay, Manna hökmdarı Ahşeri və Kimmerlər idi və onların köməyi nəticəsində Midiyalılar azadlıq əldə etdilər və eradan əvvəl 672-ci ildə paytaxtı Ekbatan şəhəri olan Midiya dövləti yarandı. Biz İskitlər mövzusunda da öyrəndik ki, Aşurbanipal İskitlərin bir tərəfinə nail olmuşdu və İskitlərin də bir hissəsini öz tərəflərinə çəkə bilmişdilər. Nəticədə eradan əvvəl 653-cü ildə Kaştariti Aşur və İskit birləşmiş qüvvələri tərəfindən məğlub edilərək öldürüldü. Bu qələbə İskit dövlətinin də yüksəlişinin zirvəsi idi. Herodotun məlumatına görə 653-dən 625-ci ilə qədər, yəni 28 il İskitlər Midiya dövləti üzərində ağalıq qurdular. Lakin İskitlər Midiya dövlətçiliyini tamamilə ləğv etmədilər. Bunun nəticəsində də eradan 625-ci ildə Midiya hökmdarı Kiaksar İskit ağalığına son qoydu və hakimiyyəti ələ keçirdi. Kiaksar eradan 625 585-ci illərdə hakimiyyətdə olmuşdur. O, dövləti gücləndirmə məqsədilə bir sıra islahatlar keçirdi. İlk olaraq kiçik vilayət hakimlərini tamamilə ləğv etdi. Nizami ordu yaratdı və İskitlərin döyüş taktikasına əsaslanan süvari atıcı hissələri yaratdı. Piyadaları atlılardan ayırdı. Nizəçiləri, oxatanları ayrı-ayrı dəstələrə böldü. Bu ordu islahatı nəticəsində Midiya dövləti müəyyən qədər gücləndi. Və Kiaksar Babil dövləti ilə müttəfiqlik münasibətləri yaratdı və bu müttəfiqlik münasibətləri isə Assur dövlətinə qarşı yönəlmişdir və Assura qarşı mübarizəyə başladılar. O, eradan əvvəl 612-ci ildə Babil ilə birlikdə Assuriyan paytaxtı Nineva şəhərinə hücum edərək tutdu. 605-ci ildə isə Assuriya dövlətinin varlığına son qoydu və Assuriya ərazisi Midiya və Babil arasında bölüşdürüldü.
Çərkəsən hakimiyyət dövründə Erdoğan 590-cı ildə Manna, Urartu, İskit dövlətləri işğal edildi və beləliklə Midiya dövləti Çiaksarın hakimiyyət dövründə imperiyaya çevrildi. Lakin Çiaksardan sonra Midiya dövləti zəiflədi. Çiaksar tərəfindən varlığına son qoyulan dövlətlərdə biz cədvəldə qeyd etmişik, yəni siz oradan yenidən baxa bilərsiniz. İndi isə biz Midiyanın sonuncu hökmdarı olan Astiaqı müzakirə edək. Astiaq eradan əvvəl 585-550-ci illərdə hakimiyyətdə olmuşdur. Onun hakimiyyət dövründə işğallar dayandı. İşğalların dayanması hərbi qənimətlər hesabına yaşayan hərbi əyanların və peşəkar döyüşçülərin narazılığına səbəb oldu. Bu dövrdə yeni yaranan Zərdüştlik dininin kahinləri ilə, yəni maqlarla Astiaqın yaxınlaşması ziddiyyətləri daha da artırmışdı. Çünki Zərdüşt dininin təbliğatçıları köhnə dinlərə və tanrılara qarşı mübarizə aparır, cəmiyyətin inkişafı üçün ümumi bərabərlik yaradılması fikrini önə çəkirdilər. Zərdüştlik dini aşağı təbəqənin mənafeyinə uyğun olduğu üçün əhali arasında sürətlə yayılırdı. Midiyalılar isə Zərdüştlik dinini özləri üçün təhlükə hesab edirdilər. Midiyalıları açıq şəkildə Asiyaya qarşı çıxa bilmədikləri üçün Əhəməni sülaləsindən olan II Kirin Midiyaya qarşı qaldırdığı üsyanı dəstəklədilər. İkinci Kir Astiaqın Fars vilayətinin başçısına ərə verdiyi qızı Mandanın oğlu idi. İkinci Kirin başçılığı ilə baş verən üsyan 553-cü ildə başlayıb 550-ci ildə isə qələbə ilə bitmişdir. Və bu üsyanda Midiya əyanları və sərkərdələrin bir qismi II Kiri dəstəkləmişdi. Üsyan nəticəsində II Kir Astiaqı əsir aldı və Ekbatan şəhəri II Kir tərəfindən hücumla alındı və onun əmri ilə şəhər qarət edildi və əhalisinin bir hissəsi qula çevrildi. Midiya dövləti süqut etdi. Hakimiyyət farsların əlinə keçdi. Nəticədə Midiya dövləti yerinə Əhəməni dövləti yarandı və Əhəməni dövlətinin tərkibinə Midiya dövləti və ona tabe olan ərazilər daxil oldu. İndi isə biz Midiya dövlətinin idarə edilməsini nəzərə yetirək. Kaşdaritinin dövründə nəsli əyanlar saray əyanlarına çevrildilər. Əhali sosial tərkibi birinci yerdə əyanlar, ikinci yerdə azad icmaçılar və üçüncü yerdə isə qullar idi. Qeyd edim ki, Midiya dövlətinin qalibiyyətli müharibələri nəticəsində ölkəyə böyük qul axını olmuşdur. Dövlətin idarə edilməsi. Birinci hökmdar, sonra satrap canişin, sonra isə ordu gəlir. İndi isə biz Əhəməni dövlətinin yaranmasını müzakirə edək. Əhəməni dövləti eradan əvvəl 550, eradan əvvəl 330-cu ilə qədər mövcud olmuşdur. Onun əsasını eradan əvvəl 550-ci ildə II Kir tərəfindən qoyulmuşdur. II Kir bilirik ki, Midiya dövlətinə üsyan qaldırmışdır və üsyan nəticəsində Əhəməni dövlətini yaratmışdır. II Kir eradan əvvəl 530-cu ildə Azərbaycanın Araz çayına şimal hissəsinə doğru hücum etdi. Lakin Massaget hökmdarı Tomris tərəfindən II Kir məğlub edilərək öldürüldü. Birinci Dara hakimiyyətə gəldiyi dövrdə Əhəməni dövlətində eyni zamanda Azərbaycan hüdudlarında yayılmış üsyanları yatırtdı. Bundan sonra o işğallara başladı. Azərbaycan tarixində deyil, amma ümumi tarixdə Hindistan mövzusunda da var. Yəni o 6-cı əsrin sonunda Hindistan ərazisinə hücum edərək Hindistanın şimal-qərb torpaqlarını işğal etmişdi. Amma onun ilk yürüşü Azərbaycan torpaqlarına olub və Azərbaycanın şimal ərazilərini ələ keçirərək Arazdan şimaldakı torpaqları tabe etmişdir. Əhəməni imperiyası şərqdə Hindistan, qərbdə Misrə qədər uzanırdı. Yəni belə böyük bir imperiya nəzərdə saxlamaq məqsədi ilə Əhəməni hökmdarları dövləti canişinlərə, yəni satraplara böldü. Satraplar böyük səlahiyyətlərə malik idi, əhalidən illik vergi yığır, müharibə vaxtında döyüşçülər toplayırdı, lakin dövlətin zəifləməsi nəticəsində eradan əvvəl 4-cü əsrin ikinci yarısında satraplar artıq müstəqil fəaliyyət göstərməyə başlayırdı.
Əhəməni dövləti işğal etdiyi ərazilərdə xalqın üzərinə ağır vergi və mükəlləfiyyətlər qoyurdu. Müharibə zamanı isə Əhəməni ordusunu canlı qüvvə ilə təmin etməli idilər. Bu isə ən ağır mükəlləfiyyət sayılırdı. Əhəməni dövlətinin tərkibində olan ölkələrdə ticarət əlaqələri də inkişaf edirdi. Bu isə həm də mədəni əlaqələrin genişlənməsinə də şərait yaradırdı. Azərbaycan Əhəmənilər hakimiyyəti dövründə. Qeyd edim ki, Əhəmənilər bütün türk dilli köçəri tayfaları Sak adlandırırdılar. Sak, İskit, Oğuz tayfaları çox döyüşkən olduqları üçün Əhəməni şahları bütün hərbi yürüşlərində bu türk tayfalarının hərbi qüvvəsindən istifadə edirdi. Qeyd edim ki, Azərbaycanın cənub torpaqları Əhəməni dövləti yarandığı gündən onun tərkibinə daxildir. Amma şimal torpaqları isə Əhəməni dövləti hökmdarı birinci Daranın dövründə işğal edilmişdir. Lakin Əhəməni dövlətinin Azərbaycan şimal torpaqlarında hakimiyyəti nominal, yəni şərti xarakter daşımışdır. Əhəməni satrapları burada vergi toplayıb əhalinin daxili işlərinə, adət-ənənələrinə qarışmırdılar. Əhəməni hakimiyyət dövründə Azərbaycanda, yəni Şimali Azərbaycanda sosial təbəqələşmə gücləndi və bu dövrdə iqtisadi, siyasi inkişaf baş verdi. Buna səbəb isə ölkə əhalisinin siyasi proseslərə qatılması, maliyyə vergi sisteminin tətbiqi, bir də iri yaşayış məskunlarının sayıca artması idi. Əhəməni imperiyasında mövcud olan yüksək mədəniyyətin və incəsənətin inkişafına da Azərbaycan əhalisinin böyük töhfələri olmuşdur. Əhəmənilərə qarşı Azərbaycanda mübarizələr daim olmuşdur. Hətta qismən müstəqilliklər əldə etmişdir. Artıq 4-cü əsrin sonlarında Azərbaycanın şimalında müstəqil dövlətin yaranması ərəfəsində idi. İndi isə biz Əhəməni hökmdarı 3-cü Daranı müzakirə edək. Qeyd edək ki, Əhəməni hökmdarı olan 3-cü Dara dövlətin sonuncu hökmdarı olmuşdur. Və onun hakimiyyət dövründə dövlət zəifləmişdi. Hətta tabe edilən xalqlar üzərində də heç bir hökmü qalmamışdır. Dövlətin zəifləməsinin əsas səbəbi daxili çəkişmələr və dövlətin müxtəlif ərazilərində baş verən üsyanlar idi. Üsyanların səbəbi isə məmur özbaşınalıqları və satraplar arasında çəkişmələr idi. Belə bir şəraitdə 3-cü Dara Makedoniyalı İskəndərin hücumuna məruz qaldı. Onlar arasında eradan əvvəl 331-ci ildə Qavqamel çölündə döyüş baş verdi və bu döyüş nəticəsində 3-cü Dara məğlub olmuşdur. Qeyd edək ki, Qavqamel döyüşündə İran ordusunu, yəni Əhəməni ordusunu sağ cinahına Midiya satrapı olan və gələcəkdə Atropatena dövlətini yaradacaq olan şəxs Atropat başçılıq edirdi və Qavqamel döyüşündə 3-cü Daranın məğlubiyyəti İskəndər tərəfindən Əhəməni imperiyasının əsas şəhərlərini və paytaxt Persopolun ələ keçirilməsi ilə nəticələndi. Lakin 3-cü Dara Qavqamel döyüşündə məğlub olsa da, mübarizəni davam etdirmək niyyətində idi. O, Midiya satrapı olan Atropatdan kömək istəmişdi. Lakin 3-cü Dara Makedoniya Yunan qoşunlarına ardıcıl məğlub olması onun nüfuzunu aşağı salmışdı. Bu səbəbdən də ona heç kim etibar etmirdi. Qavqamel döyüşündən sonra Atropat öz hərbi dəstələri ilə Midiya satraplığının mərkəzi olan Ekbatana deyil, Zərdüşti dinin mərkəzi sayılan Qazaka şəhərinə getmişdi. Atropatdan istədiyi yardımı ala bilməyən 3-cü Dara imperiyanın şərq vilayətlərinə doğru qaçdı və orada öz yaxın adamı tərəfindən qətlə yetirildi. Beləliklə, eradan əvvəl 330-cu ildə Əhəməni dövləti süqut etdi. Bununla da Qərb ilə Şərqin növbəti böyük toqquşmasında Makedoniyalı İskəndər qazandı. Qərb ilə Şərq arasındakı olan müharibələr bildik ki, biri Makedon İskəndər ilə Əhəmənilər arasındadır. Biri Yunanlarla Əhəmənilər arasındadır. Yəni eradan əvvəl 500-cü ildə başlayıb 449-cu ildə bitib, yəni 5-ci əsrin birinci yarısında. Digəri isə Roma ilə Parfiya arasında olan müharibə idi. Yəni Qərb və Şərq arasında müharibələr. Bu isə Əhəməni dövlətinin əhatə etdiyi ərazini əks etdirən xəritədir. Azərbaycan şimal torpaqları da qeyd etdiyimiz kimi Əhəməni dövlətinin tərkibi altındadır. Midiyada isə belə deyildi.
İndi isə biz Azərbaycan əraziləri Makedoniya imperiyasının tərkibində hissəsinə baxaq. Azərbaycan əraziləri dedik ki, Əhəməni imperiyasının süqutu nəticəsində Makedon imperiyasının tərkibinə daxil edildi. Yəni eradan əvvəl 330-cu ildə və Makedon imperiyası dağılana qədər, yəni 321-ci ilə qədər Azərbaycan əraziləri Makedon imperiyasının tərkibi altında olmuşdur. İlk olaraq biz burada Atropatdan danışırıq. Bilirik ki, Atropat Qavqamel döyüşündə Əhəməni ordusunun tərkibində vuruşurdu. Bu döyüşdə eyni zamanda Atropatın başçılığı altında Kadusilər, Albanlar və Saklar da iştirak etmişdir. Deməli, Əhəmənilərin dövründə Atropatın hakimiyyəti altında təkcə Cənubi Azərbaycan ərazisi deyil, eyni zamanda Şimali Azərbaycanın bir hissəsi də ona tabe olmuşdur. Makedoniya İskəndər 330-cu ildə bütün Əhəməni vilayətlərinə yiyələndi və elə həmin ildə də yerli satraplarla bərabər Atropatı da vəzifəsini uzaqlaşdırmışdı. Yəni satraplıqdan uzaqlaşdırdı. Lakin Atropat 3-cü Dariyə kömək etməməsi onun yenidən, yəni eradan 328-ci ildə Midiyanın satrapı təyin edilməsi ilə nəticələndi. İskəndər isə bu addımı xalq arasında böyük nüfuza malik olan Atropatı özünə yaxınlaşdırmaqla işğal edilmiş ərazidə möhkəmlənməyə hesablanmışdı. Amma İskəndər Əhəməni dövründəki Midiya satraplığını iki hissəyə bölərək Cənubi Midiyanı, yəni Böyük Midiyanı öz əlində saxlayıb, şimali, yəni Kiçik Midiyanı isə Atropatın hakimiyyətinə vermişdir. Cənubi, yəni Böyük Midiyanı öz əlində saxlamasının əsas səbəbi bu ərazilərdən mühüm ticarət yollarının keçməsi və Makedoniyanın şərq ilə əlaqələrində mühüm əhəmiyyətə malik olması idi. Eradan əvvəl 328-ci ildə İskəndər Hindistana yürüş etdi. İskəndərin ölkədə olmamasına istifadə edərək Midiya satraplığından başqa digər ərazilərdə üsyanlar baş verdi. Və bu üsyanlardan birinə də Midiyalı Baryaks rəhbərlik edirdi. Atropat bu üsyanı yatırtdı. Bunun əsas səbəbi nə idi? Demək, Atropat düşünürdü ki, İskəndər bu üsyana görə xalqı cəzalandıra bilər. Baryaks üsyanı bu səbəbdən də Atropat tərəfindən yatırıldı və Baryaks əsir alındı. Hindistana edilən yürüşdən qayıdan İskəndər qanunsuzluğa yol verən bütün hakimləri edam etdirdi. Atropat İskəndərin Hindistana yürüşündən sonra öz vəzifəsinə qalan yeganə satrap idi. Sonra İskəndər Atropatın qızını sərkərdəsi Periklə də evləndirmişdi. Bu isə Atropatın mövqeyinin möhkəmləndirilməsinə səbəb oldu. Ümumiyyətlə Atropatın mövqeyini möhkəmləndirən amillər Baryaksin yatırılması və Perik ilə qohumluq əlaqələri idi. Atropat dövlət xadimi və diplomat kimi. Yəni biz izah etdiyimiz məlumatlar burada öz əksini tapmışdır. Dövlət xadimi kimi, yəni o Əhəmənilərin qalib gələ bilmədiyi Makedoniyalı İskəndərə qarşı hərbi mübarizə aparmağın faydasız olduğunu bilib və bu səbəbdən də onunla sülh şəraitində yaşamışdır. Diplomat kimi isə öz qızını Makedoniyalılara, yəni daha doğrusu Perik ilə evləndirərək mövqeyini möhkəmləndirmişdir. Yəni bu da onun diplomat kimi böyük bir şəxsiyyət olduğunu göstərir. Demək, bizim mövzumuz bu qədər. İnanıram ki, sizə bir faydalı video oldu. Əgər hər hansısa bir sualınız olarsa və yaxud da hər hansısa bir mövzunun izahını istəsəniz, bizə bildirməyiniz kifayət edir. Sağ olun, Allah'a emanet olun.